Qəza hadisəsi Səbail rayonu Bibiheybət qəsəbəsində baş verib. Yine ticarət mərkəzindən üzü şəhər istiqamətində hərəkət edən 205 saylı xətt avtobusu qarşıdan gələn Prado markalı avtomaşınla toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Prado və 205 saylı Dayvo markalı avtobus tamamilə yararsız vəziyyətə düşüb. Yolu axan qan izləri zərbənin təsirindən xəbər verir. Bunu hadisə şahidləri də təsdiqlədi. Bildirildi ki, Prado'nun sürücüsü olan gənc oğlanın vəziyyəti xüsusilə ağır idi. Belə ki, sürücü başından aldığı güclü zərbə nəticəsində görünməz vəziyyətə düşmüşdü. Yanındakı sərnişin də xəsarətsiz ötüşməyib. 205 saylı Dayvo markalı avtobusun sürücüsü Böyükağa Tahirovun qolu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən kəsilərək dəmir konstruksiyaların arasından güclə çıxarılıb. Qolu yox idi, o qan axırdı, laxta-laxta qan axırdı. Onu belə görmüşəm. Şahidlər bildirdi ki, günah Prado markalı avtomobildə olub. Maşın ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Oradan maşınlar çıxıb, gələndə bura nəsə bu döngəni kəsə bilməyib o biri maşın. Elə avtobusun nə qədər qırağa çəksə də, yəni gəlib avtobusun vurmuşdu, qəza törətmişdi. Təcili tibbi yardım maşınlarının köməkliyi ilə yaralılar bir saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanadan hər günün verilən məlumata görə hadisə ilə bağlı xəstəxanaya 8 nəfər daxil olub. Prado'nun sürücüsü ilə yanaşı daha 2 nəfərin vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Səbail rayon Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Simnarə Həmidqızı, Elşən Mehdiyev, Space.